Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz cümlənin baş üzvlərindən biri olan xəbər haqqındadır. Xəbər mübtədaya aid hərəkət və ya hökmü bildirir. İfadə vasitəsinə görə iki yerə bölünür: ismi xəbər, feili xəbər. İsmi xəbər nə ilə ifadə olunur? Adlarla, adlar deyəndə nə nəzərdə tutulur? Adlar deyəndə feildən başqa digər əsas nitq hissələri isim, sifət, sayə, vəzli, zərf nəzərdə tutulur. Təsriflənməyən feillərdən məsdər və feili sifət ismi xəbər vəzifəsində işlənir. Sonra söz birləşmələri, mürəkkəb adlar ismi xəbər vəzifəsində işlənir. Sonra predikativlər ismi xəbər olur. Predikativlər hansılardır və nədir predikativ? Predikativ heç bir nitq hissəsinə aid olmayan sözlərdir ki, heç bir nitq hissəsinə aid olmadığına görə də heç bir sual vermək mümkün deyil və bu sözləri yox, var, mümkün, gərək, lazım, bu sözlər suala cavab vermədən cümlənin ismi xəbəri vəzifəsində işlənir. Feili xəbər isə təsriflənən feillərlə ifadə olunur. Təsriflənən feillər. Nədir təsriflənən feillər? Feilin şəkilləri nəzərdə tutulur. Təsriflənən feillər deyəndə əmr, xəbər, arzu, vacib, lazım, şərt şəkilləri. Bunlar feili xəbər vəzifəsindədir və eləcə də bura frazoloji birləşmələr daxildir. İstər xəbər olsun, istər digər cümlə üzvləri olsun, quruluşca iki yerə ayrılır: sadə və mürəkkəb. Sadə xəbərlər nitq hissələri ilə ifadə olunan, eləcə də digər cümlə üzvləri eyni ilə bu cürdür. Sadələr nitq hissələrindən ifadə olunur, mürəkkəblər isə söz birləşmələri və mürəkkəb adlarla ifadə olunur. İdi, imiş, isə hissəcikləri müstəqil şəkildə xəbər ola bilmir. Ümumiyyətlə bunlar quruluşu dəyişə bilmir, xəbərin quruluşunu dəyişə bilmir. İdi, imiş, isə sözləri qoşulduğu sözlərdən asılı olaraq ismi xəbər və feili xəbər vəzifəsində işlənir. Əgər adlara qoşularsa ismi xəbər, feillərə qoşularsa feili xəbər vəzifəsində işlənmiş olur. Xəbərin sintaktik əlaqəsi necədir? Bilirik ki, xəbər mübtəda ilə uzlaşma əlaqəsində olur. Ümumiyyətlə, xəbər bütün cümlə üzvləri ilə sintaktik əlaqəyə girə bilir. Ən müstəqil cümlə üzvü mübtədadır. Buna görə mübtədanı şah adlandırıram. Mübtədanı şah, xəbəri isə vəzir adlandırıram. Niyə xəbər vəzir adlandırıram? Çünki ən müstəqil cümlə üzvü mübtədadır, mübtədadan sonra xəbərdir. Yəni, xəbər ancaq mübtədadan asılı olur. Vəzir necə yalnız şahdan asılı olduğu kimi, xəbər də ancaq mübtədadan asılı olur. Digər cümlə üzvləri isə təyin, tamamlıq və zərflik. Sintaktik əlaqədə hər zaman
xəbərdən asılıdırlar. Xəbər haqqında bu qədər. Növbəti dərslərimizdə görüşənədək.